Birçokları başladı yazmağa. Bəs axı pis atadır, mən niyə yaxşı oğul olum ona, yaxşı qız olum ona? Zalimdir. Bəs vəziyyət necə düzələcək? Sənin atan mənə yazmayıb, sən yazmısın. Demək sən özünü daha ağıllı sayırsan. Sən özünü ağıllı sayırsansa daha çox yük götürəcəksən. Yükün çoxsu səndə o, sən düzəldəcəksən vəziyyəti. O valideynlik məsuliyyətini anlamır ki, ola bilir belə şey. Sən evladlığı anla. O valideynliyinə qüsursuz xidmət eləyə bilmir, sən evladlığa qüsursuz xidmət elə. Görün vəziyyət necə transformasiya olacaq. Əvvəla sən başlayacaqsan insan kimi qidalanmağa. Sənin şəxsiyyətinin gücü artacaq. Qətrə-qətrə, qram-qram böyüyəcək. Və sən o qədər iqtidarlı bir şəxsiyyət olacaqsan ki, sən ailədəki vəziyyəti transformasiya edəcəksən, müalicə edəcəksən. Valideynlərin də valideynliyini oyadacaqsan. Valideynin valideynliyini oyatmağın başqa yolu yoxdur, yaxşı evlad olmaqdan başqa.